Aha doktor, olur sizə bir sual verim, elə yaxşı yerinə gəlib. Bayaqdan istəyirəm sizə o sualı verim, amma düşünürəm ki, verim yoxsa yox. Verin, buyurun. Bizim vaxtımızda heç süd dişləri müalicə olunmurdu. Yəni bunun səbəbi nədir? Çünki bizim zamanımızda atışdırma qidalar, paketli qidalar, şəkərli qidalara uşaqların bu qədər əl çatma qabiliyyətləri yox idi. Bu qədər kullanmırdılar və indi də heç öz üstlərində işləmirlər, mütaliə eləmirlər ki, uşaqların ağızları necə sağlam saxlamaq olar, gigiyenaya düzgün riayət eləmirlər. Ona görə də bütün ağızlarda demək olar ki, körpə uşaqların ağızlarında 10-16 dənə çürük saplayırıq. Mənim yadıma gəlir, mənim anam bizə şirniyyatlar alardı, həmişə yanınıza qoyardı ki, yeməyinizi axıra qədər yiyin, gündə bir dəfə. Bir dənə. İndi elə deyil. Bircə dəfə bizə izin verərdi şirin yeməyə və İndi salam. sadəcə Nutella ilə bəslənən uşaqlar var. Sadəcə Bizim Nutella. vaxtımızda yox idi elə şeylər. Bizim üçün şirniyyata əl çatmaz idi. Bəli, əl çatmaz idi, stolun altında gizlənirdi, qonaq gəlinə çıxardı. İndi amma elə deyil. Hər şey uşaqlar üçün çox belə sərgi kimi sərilib qabaqlarına. Doğrudan elə. Uşaq da görür istəyir də. Yəni burada uşağa da qınamaq. Bir dəfə də verəndən sonra məcbur olursan ki, yenə verəsən. Uşaq Çünki dadını bilir axı. Bir də Eyni. şirin reseptor elə şeydir ki, o dad turşdan və acıdan daha çox beyinə tez çatır. Ona görə şirinə daha çox meylli oluruq. Bir dəfə yeyiriksə daha çox istəyirik.